Niyə şiddətə baş vurduğunu bilmək istəyirsən? Çünki bir hökmran olduğun, hakimiyyət qurduğun insan və ya insanlar var. Həmin insanların sənə hər dediyinə baş üstə deməsi və hər dediyini qəbul etməsi səni özlüyündə güclü hiss etdirir. Amma qarşı çıxarkən bu sistem bir anın içərisində çökəlir. Yəni sən özünü zəif, əzilmiş, gücsüz hiss edirsən. Şiddət göstərərək də o insanlar üzərində yenidən üstünlük əldə edirsən. Çünki fizikən səndən zəifdirlər və fizikən onlardan güclü olmaq sənə yenidən özünü güclüysənmiş kimi hiss etdirir. Amma reallığı dəyişə bilmir. Sən yenə reallıqda əslində zəif, o əzilmiş kiçik bir insan kimi hiss edirsən. Bunlar sadəcə bir aldanışdır. Yəni həmin insanları həyatında itirdiyində sən çox daha çətin bir vəziyyətlə üz-üzə qalacaqsan. Çünki sən gerçəyində nə hiss etdiyinlə üzləşmək əvəzinə daha çox nə olmaq istəyirsənsə, hansı illüziyada yaşayırsansa, onu qorumağa çalışırsan. Və əslində qoruduğun şey real, canlı, gözəl, sənə yaxşı gələn, başqasına yaxşı gələn bir münasibət deyil. Sadəcə sənə xidmət etmiş olan və səni yüksəltməyə çalışan bir münasibətdir. Və qarşı tərəf bir gün bunun fərqinə vardığında sənin həyatında olmayacaq. Və o zaman sənin üçün çox daha ağır, çətin, belə deyək, bir reallıq başlayacaq. Bu səbəbdən də şiddəti nədən, nə üçün etdiyinin fərqinə varmağı seçərək onu həqiqətən də dəyişdirə bilərsən.